Bugünlər restoranlarda bəhbəhlə yediyiniz podlivkanı evdə özümüz hazırlayacağıq. İlk ətlərimizi azca pörtlədib, daha sonra üzərinə kərə yağı və zeytin yağı əlavə edib qovuracağıq. Ətlərimiz yağda pişənə kimi biz də pürəsini hazırlayacağıq. Ətlərimiz azca qızardı. İndi isə üzərinə bir ədəd soğan və bir ədəd kökümüzü əlavə edib yenidən qovuracağıq. Ətlər tərəvəzlərlə birlikdə yaxşıca qovruldu. İndi isə su və ədviyyatlarını töküb bişməyə qoyuruq. Kartofumuz hazırdır. Üzərinə soğan, süd, yağ və ədviyyatlarını əlavə edib yaxşıca əzəcəyik. Podlivkamızın əsas sosunu hazırlayırıq. 2 xörək qaşığı un, 50 ml su əlavə edib qarışdıracağıq. Daha sonra üzərinə töküb servis edəcəyik. Həqiqətən çox bəyəndim. Əllərinizə sağlıq həyatım. Çox mükəmməl olub. Sizlər də hazırlaya bilərsiniz. Bəs sən necə bəyəndin? Çox əladır. Superdən super. Mütləq hazırlayın.